Salam əziz müəllimlər, salam əziz tələbələr. Bugün yenə MİQə yeni hazırlaşan müəllimlər üçün tələbələrin ən çox çətinlik çəkdiyi, ən yaralı yeri olan bir mövzu ilə gəldim. Mövzuya keçməmişdən əvvəl MİQə yeni hazırlaşan müəllimlər üçün qeyd edim ki, induksiya və deduksiya ayrı-ayrılıqda imtahanda qarşınıza çıxmaya bilər. Amma bunu bilmək iş üsullarını asanlıqla seçməkdə sizə yardımcı olacaq. Mən deyə bilmərəm ki, ola bilsin ayrı-ayrılıqda bu suallar qarşınıza çıxsın. Hər halda bizə lazım olan nədir? İstənilən situasiyanı doğru cavablandırmaq. Müəllimlər, iş üsullarından danışdıq. Bunu da açıqlayaq ki, tapmaca iş üsulu induksiyaya, klaster isə deduksiyaya uyğundur. İndi isə gəlin keçək əsas mövzumuza. İnduksiya və deduksiya. İnduksiya müəllimlər xüsusi nəticədən ümumi nəticəyə gəlməkdir. Bizim induksiya və deduksiyanı bir-birindən ayırt etməyimiz üçün ən çox bilməyimiz lazım olan məsələ onların xarakteri xüsusiyyətlərini ayırt edə bilməkdir. Məsələn, müəllimlər, induksiyada xarakteri xüsusiyyət nədir? Ehtimal edici olmasıdır onun. Yəni biz testlərdə induksiyanı rahatlıqla tapa bilmək üçün testi oxuyuruq və orada baxırıq. Görürük ki, bizə verilən sual, situasiya ehtimal edicidirmi, yoxsa konkretdirmi? Əgər ehtimal edicidirsə, yəni dəqiq deyil, natamamdırsa, biz bu zaman müəllimlər bu testi induksiya olaraq, düzgün variant olaraq işarə edirik. Yox, əgər verilən nəticə dəqiqdirsə, konkretdirsə, yəni isbat olunmuşdursa, cavabı isbat olunmuşdursa, biz o zaman müəllimlər doğru variant olaraq deduksiyaya götürürük. Çünki deduksiyada müəllimlər induksiyanın əksi olaraq burada əldə olunan məlumat, nəticə dəyişə bilməz, isbat olunubdur, faktlara əsaslanır. İnduksiyaya misal gətirək müəllimlər. Məsələn, biz dedik ki, induksiyanın əsas xarakteri nədir? Onun ehtimal edici olması. Məsələn, bütün quşların qanadları var. Onlar uça bilir. Sərçənin də qanadları var. Deməli, sərçə uça bilir. Göyərçinin də qanadları var. Deməli, o da uça bilir. Yaxşı müəllimlər, biz deyə bilərikmi? Bütün quş sinifinə aid olan bütün quşlar uça bilir. Bu zaman nə edirik müəllimlər? Biz dəvə quşunu xatırlayırıq. Dəvə quşu uça bilirmi? Artıq düşünürəm ki, siz buradan özünüz nəticə çıxartdınız. İndi isə keçək deduksiyaya müəllimlər. Deduksiya isə müəllimlər dedik ki, ümumi nəticədən xüsusi nəticəyə gəlməkdir. Yəni, deduksiyada ehtimal olmur. Ehtimal olmur müəllimlər deduksiyada. Yəni, burada nələr var? Faktlar var müəllimlər. Bu nə deməkdir? Gəlin baxaq. Deduksiyada alınan nəticə dəqiq və isbat olunmuş. Yəni, müəllimlər doğrudan doğru nəticə alırıq. Yəni, burada birinci hökm qaydadır və o dəyişilməzdir. Məsələn, müəllimlər, baxaq, bütün canlılar nəfəs alır. İnsan da canlıdır, o nəfəs alır. Heyvan da canlıdır, onlar da nəfəs alır. Bitki də canlıdır, onlar da nəfəs alır. Deməli, müəllimlər, biz burada dəqiq nəticəyə gəlirik ki, tənəffüs edən bütün canlılar tənəffüs edir. Nəfəs alan canlılardan, yəni burada ümumidən bir canlı olan varlıqlara gəldik. Məsələn, biz deduksiyada axı ümumi nəticədən xüsusiyə gəlirik. Bütün insanlar burada ümumi nəticədir. Sonra gəlirik xüsusiyə. Bir canlıların adını çəkirik. İnsan, heyvan, bitki. Daha sonra dəqiq bir nəticəyə gəlirik ki, bütün canlılar nəfəs alır. Bu da oldu deduktiv əqli nəticə. Bu qədər müəllimlər, izahım. Güman edirəm ki, artıq testlərdə heç bir səhvə yol verməyəcəksiniz. Sonda yenə qeyd edim ki, induksiya ehtimala, deduksiya isə dəqiqliyə söykənir. Deduktiv əqli nəticə.